Xalqımız, həmçinin də digər ölkələrdə məskunlaşan soydaşlarımız 31 dekabr Azərbaycanlıların Həmrəylik gününü qeyd edirlər. Bu bayram ildən ilə daha da çox sevilir. Bu bayram 1990-cı il Naxçıvan Muxtar Respublikasında yaranıb. Amma ki, bu bayramın təməli 1989-cu ildə qoyulub. Heydər Əliyev demişdir ki, bu bayramı qeyd etmək gözəl ənənəyə çevrilərək, həmçinin də bizim millətimizin azadlıq ruhunu daha da gücləndirdi. Yeni ili digər ölkələrdə necə keçirirlər? Görək İngiltərədə yeni ili necə keçirirlər? İngiltərədə uşaqlar yeni il axşamı bir-birlərinə maskalar və yaxud da oyuncaqlar hədiyyə edirlər. Həmçinin də onlar ağ puding yeyirlər. Bu ağ puding lotereya kimidir. Sənə yaxşı puding də düşə bilər, pis puding də düşə bilər. Macaristanda uşaqlar bir-birinə fit hədiyyə edirlər, musiqi alətləri hədiyyə edirlər və bu musiqi alətlərini evlərində çalırlar. Güya evdə musiqi aləti çaldıqda evdəki bütün cinlər qovulur, evə ruzi, bərəkət, firaxanlıq gəlir.